Artinin paylaşdığı digər məsələyə baxaq. Burada silosa aid məsələdir, 9-cu sinifə aiddir. Və buna uyğun məsələlər mən öz YouTube kanalımda burada paylaşmışam neçə dəfə hər formasını. Buna aid qoyub. Gəlin baxaq. Əgər gün ərzində toyuqlara 20-25 qram, qaz və ördəklərə 250-350 qram, Hind toyuğuna 35-50 qram silos verilməsi tövsiyə olunursa, 20 gün ərzində veriləcək silosun çəkisini hesablayın. Bizim üçün hazır verib, yəni bir gün ərzində nə qədər veririksə normanı hazır verib və deyirik 20 gündə. Bu zaman nə edəcəyik? Bunların hər birini 20-yə vuracağıq. Bir gündə bu qədərdirsə, 20 gündə olmaq üçün onu həmin ədədə vuracağıq ki, bilək ki, 20 gündə nə qədər yeyiblər. Gəlin birinci hesablayaq toyuqlarda. 20 gündə 20-ni vursam 20-yə. Baxın, gəlin belə hesablayaq. Deyir ki, 20-25 bildik ki, nədədir? Toyuqlardadır. Bunun hər iki tərəfini vuracaq 20-yə. Həm burasını, həm də burasını vuracaq 20-yə. Vur 20, vur 20. Nə qədər eləyəcək? 400, 500. 400, 500. 400, 500 görürük ki, iki variantda var. Burada və burada. Gəlin indi hesablayaq qaz və ördəkləri. 20-yə vuraq. 250, 350 idi norması və 20 gündə. Vuraq 20-nə. Burada vuraq, bunu da vuraq 20-yə. Olacaq nə qədər? 5000. Bu da olacaq 7000. 5000, 7000. Bir tərəf oldu. Toyuqlar oldu 400, 500. Toyuqlar oldu 400, 500. Ördək qazlar oldu. Ördək qazlar oldu 500. 5000, 7000. Üzrü sayın 5000, 7000. Gəlin Hind toyuğuna da baxaq. Hind toyuğunda nə qədər idi? 35, 50. Vuraq 20-yə. Hər iki tərəfi vuraq 20-yə. Nə qədər olacaq? 700 və 20-ni də 50-yə vuranda eləyəcək nə? 1000. Cavabımız A variantı. Yəni, belə məsələlərdə hazır sizin üçün verib normanı ki, nə qədərdir, toyuqda nə qədərdir, ördəkdə, qazda nə qədərdir, Hind toyuğunda nə qədərdir. Bir gündə biz ümumiyyətcə bu normalar hər biri kitabda silos üçün, bunların hər biri bir gündə bir toyuq, bir qaz, bir ördək, bir Hind toyuğu üçündür bu. Bir gündə bir heyvana görədir bu. Bir heyvana görədir. 20 gündə olanda artıq vuracaqsınız bunu həmin ədədlərə. Əgər desə ki, 20 gündə bəs 5 toyuq, həmin ədədləri tezdən 5-ə vurasınız. Yəni, bu formada məsələlərin həllini qoymuşam mən kanalda. Videolara girib, baxıb öyrənə bilərsiniz.